Araq içmirəm. Pis vərdişlərim yoxdur. Allah şahidim olsun. Quran gətir əl basım. Başı bağlı deyiləm, namaz qılmıram, amma mənim ahım var. Mənim ahım məni qınayanlara qənim olacaq. Sizi Allahıma həvalə edirəm. Benim hakkıma, girip benim hakkımda negatif danışanlar size en nur kimi xəstə arzulayıram. Ben onu kucağımda götürüp aparıp tuvalete koyup c***yor ama Allah sizin evinize elə xəstə getirsin ki bak o yerinde kalsın, yerine batırsın. Gelip mənə deyəsən ki ay Nərmin o en nura necə baxırsan. Allah size elə xəstə getirsin. Narahat olma, mənim evimdə var, çıt boşum. Mənim mamamın 63 yaş var, ürəyimdə aparatı var. Bədbax aparatla yaşayırım. Ben işlədiyimi dəvəyə dərmana verirəm. Ay bədbax. Bunlar hamısı gösteriş üstünde bədbax. Çünkü gösteriş zamanesidir. Cındır kimi yaşayana hürmet koymurlar. Deyir bezen düzen. Başa düşdün ya yok. Size Allah'a həvalə edirəm. Allah'a həvalə edirəm size. Necə mənim qəlbimi yandırırsınız ha. Allah sizi elə yandırsın. Allah sizi elə yandırsın. Bacı deyip başına tac eləyənlər. Allah evinize kısmet eləsin. Allah sizin başımıza elə bir bəla gətirsin ki, Nərmin kimi adama bax gəlib mühtac olasınız. Deyəsiz ki, ay Nərmin, sən o xəstəyə necə baxırsan, bizə də öyrət. Heç nə demirəm. Heç nə demirəm. Siz məni belə yandırdınız ha. Heç nə demirəm. Haqqını haqqa ayırmayan Allah sənə həvalə eləyirəm. Mənim haqqıma girənləri, haqqımda danışanları, mənim haqqıma girənləri, haqqımda danışanları sənə həvalə eləyirəm. Allah, bilirəm, yeri göyü yaradan sənsən. Çünki səndən başqa heç kimim yoxdur. Heç kimim yoxdur, heç kimə də deyə bilmərəm. Bilmirəm, qadın deyim, bilmirəm, arvad deyim. Da mənə boyda uşaqları var da, arvad da demək olar. Bəzilərinin acığı gəlir ki, yox arvad. Arvad deyəndə ki, nigaha girəndə əgər arvad yazılır da, yazılmır. Mənim bu arvadla heç bir işim yoxdur. Amma bir neçə sualım var da, bu videonun altında nələr yazıblar? İlahi. Bu qadına nələr yazıblar? Bu videonun altında mən bircə dənə xoş söz görsəydim, çox sevinərdim. Hamıyı azır sonradan görən. Bax, heç nə demirəm, ay arvad sənə. Mən necə olum 90-60 olum, hamı güləcək ki, Sara Səfrəyə baxı. Yəni, mən də olmaq istəyirəm də, sən qutab satanda nə vəziyyətdəydin? Pis mənada demirəm, yəni belə bir qəribə formun var idi. Gəldin 90-60 oldun da, hamı sizi görürdü, belə canlı açırdınız. Bax, mənim sualıma ver, mən 90-60, 60-90 olmaq istəyirəm. Necə idim? Mən maşın almaq istəyirəm də, illərdir mənim maşınım yoxdur. Bax, bunu necə alım? Bax, məsəl üçün, sual verirəm də, bax, pis mənada demirəm ha, mən qutab pişirsəm. Çünki o qədər qadınlar var ki, qutab pişirirlər, günə 20 manat, 15 manat pul qazanırlar da, gündəlik əlləri yana-yana ancaq dərman alırlar. Onlar da istəyir maşın alsın, gözəl evləri olsun, eşikləri olsun, saçları uzan olsun, arxaları yekə olsun, dodaqları qabağa gəlsin. Amma deyirlər bizə uzağı ən çox pul verirlər 20 manat. Yəni, qutab pişirməklə doğrudan da belə 90-60 ola bilərəmmi? Mən gedim qutab pişirim. Bax, məsləhət ver mənə. Bax, mən sənin kimi olmaq üçün, bax, nə edim? İndi hamı deyəcək ki, Sara xanım, sən yaşlı arvadsan, belə. Bu xanım da nə vəziyyətdə idi də, düzdür. Nə gündəydin də, özünüz görürdünüz də. Gəldi, 90-60 oldu. Demək, mən də 90-60 ola bilərəm. İndi bu arvada sual verirəm. Mən necə edim? 90-60 olum. Bax, necə edim? Mən necə edim maşınım olsun? Mən necə edim ki, belə dodaqlarım çıxsın qabağa, yanaqlarım, saçlarım, nə bilim nə. Bax, bunları mən necə, bax, səninlə işim yoxdur. Ancaq sual verirəm. Mənə cavab ver, burada yaz ki, mən necə edim ki, 90-60 olum.